Salam əziz izləyicilər, abituriyentlər və müəllimlər, hər vaxtınız xeyir olsun. Bugün yenə də biz gecə saatlarında görüşürük. Saat artıq 1-ə işləyib. Və bugün bizim sizinlə görüşməyimizin səbəbi Dövlət İmtahan Mərkəzinin abituriyentlər üçün dərc etmiş olduğu 20-lik sınaq toplusundan, yəni informatika fənindən 12-ci sınaq, hansı ki ümumi sınaq 2-dir, ona baxmaqdır. Başlayaq sual nömrə 1. Cədvəldə faylların adları və onların informasiya həcmləri verilib. Bütün qrafik faylların diskdəki həcmini kibaytla müəyyən edin. 16 kibaytlı bir klassdır. Docs mətn faylı uzantısıdır. MIDI səs, FLV video, AUX səs, ODG TIFF isə hər biri qrafik fayldır. Deməli 230 kibayt bu. Deməli, tutacaq 256, bu tutacaq 240 kibayt. Səbəb ondan ibarətdir ki, ə, 16 kibaytlar klasterlərə qoyulur. Daha sonra isə odur ki 202-dir. Hayda, bu 16-ya indi böl. 160, 192. Hə, 192-ni də üstünə bir dənə ə, 16 gəl. 208 kibayt bu yer ayıracaq, tutacaq. Yəni qab kimi təsəvvür etsək klasteri ə, bura kimi fayl olsa da qab qədər yer tutur. 324 indi bu 16 bu da 320 16-ya bölündü. Üstünə bir də 16 gəlsək 336 edər əgər bir səhv etmədiysə. Cəmləyəndə isə bu edəcək 748 plus 36 784 kibayt. Yəni cavab E variantı. Səbəb odur ki, yenə də dediyim kimi bir klasterə ya bir fayl ya da bir faylın bir hissəsi olur. Birinci sual E variantı doğru cavabdır. Proqramın təyinatına edin. Baxaq görək nə edir. M başlarda sıfırda hər dəfə M-dən böyük gördükcə M-də daha saxlayır. Yəni daha böyüyün saxlayır. Nəyin? Ədədin rəqəmlərinin bu rəqəmlərinə baxılma prosesidir. Ancaq ilk rəqəmi xaric, baxın danışığımla qeyd etdiyim yerə diqqət edin. Buna görə də daxil edilmiş ədədin soldan ilk, bəli, mərtəbəsini nəzərə almadan maksimal ən böyük rəqəmlə, maksimal rəqəm demək, ən böyük rəqəmlə. Proqramın nəticəsini müəyyən edin. Aha, deyir ki, 0, 1, 2, 3, 4, 5, 6, 7, 8, 9 bir nömrədən başlayacaq. Deyir ki, əgər əvvəlki element indikindən böyük bərabərsə yerini dəyiş. Okey. 7 ilə 1-ə baxanda rəngi dəyişək. Yerin dəyişini nədən gördük? Burada swap alqoritmini görürük. Əksi halda isə C-ni bir vahid artır. Okey, baxaq. 7 ilə 1 müqayisə edəndə 7 birdən böyükdür deyə. Ayı 1 olur. Ayı minus 1 isə 7. 7 birdən böyük bərabər şərtini ödəyir deyə. Yerləri dəyişəcək olacaq. Burada 1, burada olacaq 7. 7 deməli iyi oldu artıq 2. İyi oldu 2. 7 8-dən böyük deyil deyə. C-ni bir vahid artırdı. Bir dəfə işlədi bu. Plus 1. 8 sonra 9-dan böyük deyil deyə. Yenə C1 vahid artdı. 9 ondan böyük deyil deyə yenə bir vahid artdı. 10 ondan böyük bərabər şərtini ödür. Yerlərini dəyişdirir. Yenə eyni cür olur. EC-yə girmir. Sonra 10 9-dan böyük bərabər şərtin ödəyir. Yerlərini dəyişir. Bura düşür artıq 10. Bura düşür artıq 9. Qalanlar hələ olduğu kimi qalır. Yəni 10 ilə onun yerində dəyişdirmədim. 10 9-dan böyük bərabər şərtini ödəyir. Bu 10-u silib yerinə 9 yazıb. Bura isə 10 yaza bilərik. Ödəyir. 16-dan böyük bərabər şərtini ödəyir. Bu 10-u da silib yerinə 6 yazıb. Bura 10 yaza bilərik. 10 11-dən böyük bərabər şərtini ödəmir. Plus 1 yəni EC-yə girir. Bu şərt ödəmir. 4 dəfə edir deyə 3-cü sualda B variantı doğru cavabdır. Yəni 4. Proqram nəticəsini müəyyən edim. Edək. Deməli belə.
S-yə mənimsət S plus S. Okey. Yəni S siyahısı iki dənə bu siyahının yan bayan durmasındandır. 0-dan 8-ə kimi. Deməli, gəlin S-ni yazaq. 25, 100 bu siyahının içində. O 100 deyib 1000 yazdıq. 100, 35, 50, 70, 25, 100, daha sonra 35, daha sonra 50, daha sonra yenidən 70. Bu şəkildədir. Deməli, ə, indeksləsək 0, 1, 2, 3, 4, 0, 1, 2, 3, 4, 5, 6, 7, 8, bu da 9. İ range aralığında dəyişir. Bunları hər dəfə cəmlir. 8-i almır, sıfırıncıdan başlayır. Yəni bura kimi axırıncı dəfə 7 nömrələri. 25, 100, 125 oldu, 160 oldu, 210 oldu, 280 oldu, 305, 405, 440, dördüncü sualda cavab 440 A variantı. Daxil edən bu sətir tipində daxil edildi. 3, 2, 5, 2, 1. Daha doğru sonra listələdi. Yəni bunları parçaladı. 3, 2, daha sonra 5, 2, 1. Daha sonra sort elədi. Sort zamanı bunlar artma sırası ilə düzüləcək. 1, 2, yine 2, daha sonra ise 3, daha sonra ise 5. For x'in B yani x B'nin içindeki bir şeyleri bir okuyan bir şeyler olacak. Bunu. Yine her defa bu x 2'ye beraber olsa ədəd demirik buna 2 sətirinə. B'nin sonuna 0 at. Okey. B'nin sonuna 0 atılıb. Burada əslində siyahı baxa-baxa siyahı element əlavə eləmək bu məqsədə uyğun sayılmır abituriyent proqramda. Nəysə yazaq da 0, 0, yəni artıq yekunda bu siyahı belə bir şəkildə olur. Və söhbət B siyahısından gedir. Buradayıq artıq. Sonra deyir ki, B siyahısının elementlərini arasına 3 qoymaqla bitişdir. Deməli, nə olacaq onda? 1, 3, 2, 3. Sonra yine 2, 3. Sonra bu 3, bu 3'tü. Artık sonra bu 3 ile bu 5'in arasına bir tane de 3. Okey. Sonra 5 ile 0 arasına 3. Bu sıfır geldi bura. Sıfırla da sıfırın arasına bir tane de 3. Bir xəta eləmədiksə 1, 3 ilə başlayır hamısı. Okey. 1, 3-dən sonra 2 gəlir. Bu getdi. Axırı sıfırdan qurtarır. Cavab buna uyğun gəlir. Yenə də baxaq. 1, 3, 2, 3. Bura kimi. Bura kimi okey. 2, 3, 2, 3. Okey. 3, 3, 3, 3. Okey. 5, 3, 5, 3. Okey. 0, 3, 0, 0, 3, 0. Okey. Beşinci sualda Y variantı doğru cavabdır. Devam edək. Altıncı sual. Ardıcıl o 3 və 4 rəqəmləri daxil edilərsə, proqram nəticəsini müəyyən edin. Qeyd. Deməli, 3 və A 3-dür. A 3-dür, B 4-dür. Bura onda olur A plus 1 4. Yəni, bura ödəvür 3 dəfə işləyir. İ'nin 1 və 3-ə bərabər olan halında 5 dənə, 4 dənə, yəni birinci sətirdə 3 sətir olacaq. Ayırdım bunu. 3 dəfə çıxışa nəsə verəcək. Çünki bura 3 dəfə ödəyir. Birinci i1 deyək. Bunu ayıraq. Bir dənə i1, 2 və 3 qiymətində. i1 olanda çıxışa nə verəcək? B dənə ulduz. B bizdə 4'tür. 4 dənə ulduz boşdur. Boşluğun altından altdan xətt kimi göstərirəm. Belə bir şəkildə olacaq. 4 dənə. Okey, buna uyğun bu getdi. Bu ola bilmir. 3 sətirdədir. Burada 4 sətir görürük. Burada da 4 sətir görürük. Ya cavab budur, ya budur. İndi baxaq. Hə, deməli, belə 6-cı sualda isə digər hallar, bu aşağıda da eyni cür təsvir alınır. Çünki burada bu və yaxud bu halda deyir. A-ya bərabər olanda halında. Daha sonra digər hallarda isə 2B minus 5.
Yəni bunun yerinə 2 vurulsun 4 çıxılsın 5, 3 dənə boşluq deyə bilərik. Ondan əvvəl deyir ki, boşluq ulduz, ə, daha sonra 3 dənə boşluq 1, 2, 3 boşluq. Daha sonra isə ə, 3 dənə boşluq. Daha sonra isə ulduz simvolu bu 3 dənə boşluğun rəngini başqa verək, rahat görək deyə. Bu təsvirə uyğun da bulduz bu arada bulduz burada olur. Dikkatli olaq. Bundan eş, bundan eş değer sırada olduğuna göre buna da cevap 6'da A variantıdır. 7. sual. Baku is the capital of Azerbaycan. Daxil edilən 4 qiymətli üçün proqram nəticəsi müəyyən edin. F-in qiyməti 4 ədəd olur. Split boşluğa görə doğra, boşluğa görə ayırdıq bu sətri. Foreign sıfırdan Lenesə kimi. 0 nömrəli, 1 nömrəli, 2 nömrəli, 3 nömrəli, 4 nömrəli, 5 nömrəli. Lenes bizdə onda 6 eləyir, çünki 6 dənə element var. Deyir ki, len, ls, i. Yəni bu sokun uzunluğu f-dən, yəni f-də 4-də kiçik bərabərsə bu hansı hallarda olur? Bakuda, izdə, z-də, bir də of-da. K-nı bir vahid azad. Bu səbəbdən dolayı 7-ci sualda 4 dəfə gördük. Bir burada, bir burada, bir burada, bir də burada. 4 dəfə 1 çıxanda K yekunda K çıxılsın 4 alınacaq. K-nın ilkin qiyməti 0-dır deyə cavab -4 olacaq. Proqramın nəticəsini müəyyən edin. Hə, bu sual Raşidov. Raşidov. Hardasa bu falan olmalıdır. Nəysə, dərinə getmirik. Deməli, N1-də remove ilə S. N1-dən remove ilə S deyəndə ilk rast gəlinməsini silir. Bu S getdi. N2-in 2 nömrəli indeksinə, yəni belə deyək, bura insert 0, 1, 2. Bura insert ilə R simvolunu insert remove'da bunları geri qaytarmaq. Delete ilə sonra N2-nin 2 nömrəli elementini elə bu eri delete eləmiş olacaq. Çünki 2 nömrəli element də budur. Bura kimi gəlmişik. M1-ə append ilə air axırına düşdü air. Okey. Sonra John ilə M1 plus N2-ni içində də sonra say erlərin sayın. Neçə dənə eri olmuş olur? 1 deməli 2 3 3 olur. 8-ci sualda buna görə də B variantı doğru cavabdır. 9-cu sual. Proqramın nəticəsini müəyyən edən funksiyalarla bağlıdır. Təmizləyə buralığı. Hər funksiyanın bitmə yerini ayırıram. Hər funksiyanın bitmə yerini ayırıram. F1 5 2 6 gəldi bura. 5 2 6 gəldi bura. ABC 5-i vurdu 6-ya. Üstünə gəldi 2-ni. Bu bizə 32 qaytardı. Yəni A-nın qiyməti artıq oldu 32. A-nın qiyməti 32-dir. F2 funksiyasını çağırdı və göndərdi 2, 3, 32. 2, 3, 32. Deyir ki, A-nı 2-yə böləndə qalan qalıq 0-dırsa, okey, bu doğrudur. Və B C-dən kiçikdirsə və eyni zamanda bu da doğrudur. Geriyə qaytar A plus C. A plus C-də deməli 2 plus 32 geriyə qaytaracaq 34. 9-cu sualda B variantı doğru cavabdır 10. Bərabərinə ikisi müəyyəndir. Edək. Deməli, bunu 2-nin kubu ə, belə bir şey yaza bilərik. Burada bu şəkildə ə, byte-dır. Bərabərdir. 256 2 byte da 208-dir. 256 2 byte da byte-a çevirdəndə byte etsə bytelar gedər işinə. Deməli 3 vurulsun əsas kütlər beyzlər eynidir deyə qüvvətlər burada toplamda 18 oldu. Yəni 3 vurulsun 2 plus x bərabər olacaq 18-ə. 2 plus x bərabər olacaq 6-ya, x bərabər olacaq 4-ə. Cavab 10-cu sualda B variantı doğrudur. 11-ci qonşu məsələ uyğun qrafı müəyyən edin. Deməli, A-nın
B e, deməli başlayaq kanal. Okey. A, B və D ilə qonşudur. Okeydir burada. Sonra A, B ilə və D ilə qonşudur. Burada B ilə qonşu deyil, getdi. A burada D ilə qonşu deyil. Gördüyünüz kimi D uzaqdadır. Burada A D ilə qonşu deyil. Diqqətlə edirsə. Burada da A B ilə qonşu deyil. Buna görə elə 11-də A doğru cavabdır. Dərinə getmirik. Həqiqət müddəasindən sonra B dəyişən qiyməti müəyyən edək. Deyir ki, 128-dir A. A 2-dən kiçik bərabər olduğu müddətcə ə, deməli A'nı ikiye böl. Okey. Ve bunu tam rahat anlamadan ötürü A 128'di. B başta da 0'dı. Zaten burada müəyyən şeyler görsənir. Yani 64 plus belə 12 haqqında 12-ci sualda haqqında. Deməli, yəni bu səbəbdən dolayı A 2-dən kiçik bərabərdirmi? Yox. Bu səbəbdən dolayı nə edir? A oldu 64, B'nin üzərinə gəldi 64. Şərt ödəyirmi? Yox. Ona görə oldu 32, üzərinə gəldi 32. Şərt ödəyirmi? Yox. Oldu 16 və buna görə 16. Üzərinə gəldi 16-nı beni. Şərt ödəyirmi? Yox. Oldu 8, üzərinə gəldi 8. Şərt ödəyirmi? Yox. Oldu 4, üzərinə gəldi 4. Şərt ödəyirmi? Yox. Oldu 2. Yəni buradadır. Üzərinə gəldi 2. Şərt ödəyirmi? Bəli. Keçdi bu tərəfə. 64, 32, 96 plus 16, 106, 112, 120, 124, 126 cavabı Y variantı doğru cavabı. Yarışda iştirak edən 1000 nəfərin kodu minimal bit sayıyla qeyd olunur. 1000 nəfərdir, 1000 fərqli vəziyyətdir. Bu o deməkdir ki, 1000 2 üstü 9'dan böyük beraber 2 üstü ondan kiçik şərtini daha doğrusu 2 üstü 9'dan böyük 2 üstü ondan kiçik beraber şərtini ödəyir deyə 10 bit deyib bir nəfər 10 bitdir. 300 idmançı var. 300 idmançının hər biri üçün 10 bit, çünki minimal bit sayı ilə deyib ifadə etsək bu bərabər olacaq 3000 bitə. 3000 bit də neçə bayt edir? 8-ə böləndə 125 vurulsun 3, cavab Y variantı 320. Birinci mətnində formatladan sonra ikinci mətn şəkildəki kimi mətn alır. Tətbiq olunan formatlama təyin edir. Baxaq. Deməli, burada not, bold yazı gördük, italik yazı gördük. Deməli, kursiv şriftdən istifadə olunub, dəqiqdir ki, sonra qalın şriftdən istifadə olunub. Sonra gördüyümüz kimi burada satır arası məsafə dəyişdiyini mən gözümə çarpır. Burada eyni qədər deyil iki Azərbaycan ifadəsində. Bu səbəbdən dolayı sətirlər arası məsafə də dəyişdi. Nə var? 2, 5, 6. 2, 5, 6-nın olduğu iki dənə cavab var. Mərkəzə düzəndirmə yoxsa tam düzlənmə. Şriftin ölçüsü dəyişməsi barəsində deyə bilmərik. Deməli, ə, niyə görə burada ümumiyyətlə buradan bura keçəndə mən bir demək olar ki, fərqli düzəndirmə görmürəm. Amma ən azı mərkəzə düzləndirilməyib. Bunu dəqiq deyə bilərik. Mərkəzə düzəndirilmiş şriftin ölçüsü dəyişdirilməyib. Buna görə bununla bu getdi, bu getdi. Cavab burada gedir 2, 3, 5. Amma burada tam düzləndirmə, yəni kənar xəttlərə görə düz olmaq anlayışıdır ki, burada da mənə sol xəttə görə düzdür. Sağ xəttdə də əyrilik görmürəm. Yəni burada üçüncü hissə bizə biraz naməlum qalır. Cavab amma məcbur Y çıxır. Ədəbiyyat əndi riyaziyyat sorğusu nəticəsində tapılan səhvələrin sayı neçə olar? Eylerven diaqramında üçünün də ənd hissəsini görürəm. Bu səbəbdən dolayı bir dənə belə bir Eylerven diaqramı çəkirəm və başlayıram doldurmağa. Bu olsun ədəbiyyat, bu olsun riyaziyyat, bu olsun nədir informatika,
Daha sonra isə bir dənə rəngi dəyişdik. Deməli, ən kiçikdən başlayırıq. Bura 12-dir. Qırmızı rəngi dəyişəcəkdir. Dəyişmədi. 12-dir bura. Bura 12-dirsə informatika and riyaziyyat bizdə 32-dir. Onda bura 20 düşür. Okey. Daha sonra ədəbiyyat informatika 146-dır. Ədəbiyyat və informatikanın ikisinin bir yerdə cəmi 174-dür. Deməli, ədəbiyyatla informatikanın kəsişməsi ədəbiyyat and informatika, belə də ədəbiyyat and informatika onların ayrı-ayrılıqda sayı çıxılsın, birləşmələrin sayı olacaq. Birləşmələr də 146-dır. Bu da bizə verəcək 28. Ədəbiyyat and informatika 28-dir. 28-dən 12 çıxanda bura edəcək 16. İndi isə digər hissələri doldurmada davam edək. Ədəbiyyat riyaziyyatın kəsişməsi bilmirəm nədir. Biz bura x yazsam, məni maraqlandırır. Bu x plus 12 olacaq. X-i tapıb üstünə 12 gələndə ədəbiyyat riyaziyyat verəcək. Ədəbiyyat ayrı-ayrılıqda 89 idi. Bunları ondan çıxanda edəcək 61 çıxılsın x. Sonra riyaziyyat ayrı-ayrılıqda özlüyündə 84 idi. 84 çıxılsın 20 çıxılsın 12. 32 çıxanda 84-dən edəcək 52 çıxılsın x. X də var burada. Deməli, buradakı yoldaşlar 16, 12, 28, üstə 20, 48, informatika 85 idi, 48 çıxanda 37 alınır. Qısası indi rəngləyəcəyim ki, yer var. Buranı elə 85 olaraq saxlamaq daha məqsədə uyğundur ki, bura 85-dir. Bunların ümumi cəmi bizə 190 verir, çünki bütün çoxluqdakı. Biz də bunu hesablayaq. Deməli, necə hesablayacaq? Gəlin baxaq. Deməli, bunları cəmləyəndə, bunları bütün cəmləyəndə bu hissə bizə verəcək 61 minus 8 plus 8 61 plus 12 73 plus 16 89. Yəni bu indi nə rəng seçəcək ora, nə rəng seçəcək? Qara ilə əraziləyəcəyim ehtiyac yoxdur. Baba, bu hissəni ayırıram. Bu hissəni ayırıram. Bizdə əvvəl aşağı neçə idi? 85. 85 göy hissədir. Sonra 61 minus x plus x edir 61. Plus 52 çıxılsın x. Bizə verir qiyməti. Bizə nə qiyməti verir? 190 qiymətini verir. İndi isə hesablasaq. 85 plus 61 146 üstünə 52 gələndə 146 üstə 52 198 deyirik ki 198 bəli, ə, 198 çıxılsın x bərabər olur 190-a. O demək ki, x bərabərdir bizə 8-ə. Bizə isə lazımdır x plus 12. O demək ki, 8 plus 12 bizə verir 20. Deməli, gəlirəm 20 cavabını seçirəm. Y variantı doğru cavabdır. Növbəti sual deyir ki, nə deyir? Abi, sıxamır. Hər yolla yalnız oxlar sürüsümüz istiqamətdə. A şəhərindən K şəhərinə. Yəni, buradan startlayıb burada finişləyəcəm. H şəhərindən keçmə ilə H şəhərindən keçməyən yollara bombardıman edirik. Bombardıman edirik. Deməli, bizə yalnız H şəhərindən keçən yollar lazımdır. Bu da H şəhərindən keçirtmir. Ona görə bombardıman etdik. Keçdi rəngi dəyişdir. Görək A-dan B-yə 1, F-ə 1, H-a 1, C-yə 1. C-dən aşağı 1, B-yə bir cür toplanıb F-ə 1, F-ə 1 plus 1 2'lir edir. H-dən 2, 1, 1, 4'dür. Bura 4, bura 4. C-yə gələn toplam sayı 4, J-yə doğru 4, 4. Daha sonra i'yə gələn 8-dir, 8, J'dən 4 idi. Cavab 12, 16-cı sual Y variantı doğru cavabdır. 17-ci sual nə deyir? Tələbələr səssiz, deməli, siləyətənməyəcək. Tələbələr səssiz videoçarx hazırlaması qərarına görə videoçarxın üçün növbəti kamera tənzimləmələri çizmişdir. Kadr icazəsi 5. Yəni bir dənə kadrda
5 sonki vurulsun 5 sonki. Yani 218 tane piksel var. 318 buradan geldi. Renklerin sayı bu qədərdirsə palitrada. O deməkdir ki 24 bitdəndir biri. Okey. Və sürəti isə saniyədə 28 kadrdır. 1 dəqiqəlik vaxtı var. Deməli bunu da hesablamaq üçün bu bir kadr üçündür. 60 saniye vaxt var. Hər birində 28 kadr var və hər bir kadrda bu cür informasiya həcminə malikdir. Bunu etmək üçün nə edək? Bizə mübadilə soruşur. Mübadilə soruşur deyə bunu biraz rahatlaşdıracaq necə? 60 vurulsun 7 vurulsun. Bu 28 elə bir 4 vurulsun 7 kimi yazdım. 4 keçdi bu 4 bu tarafa. Vurulsun 2 üstü 20. 24 bitin də yerinə həmən 3 byte yazıram. Sürətlə əldə etməkdən ötürü. Bu da eləcək. 420 vurulsun 3 vurulsun 2 üstü 20 byte. 2 üstü 20 byte bizə bir MB verir. Yani bunu MB'ye keçə bilərik. 420'de 3'e vuranda 1260 MB. 17. sualda A variantı doğru cavabı. Keçdik 18. suala. 18. sual elektron cədvəldə diaqramla bağlı sualdır. Biraz təmizlik işləri görək. Gördüyümüz kimi diaqramda nə görürük biz? Həmən qayda belədir. Deməli, birinci baxırıq hansı diapazona, A2, D2 diapazonu bu diapazondur. Okey. Bura x-dırsa, bura da x-dır. Bura bu arada A2'dir. Bura B2'dir. Görək baxar nədir? Deyir B1 çıxılsın A1. B1 çıxılsın A1. Bunun yerinə yaza bilərik nə? Bunun yerinə yaza bilərik. Biz B1'dən A1'e çıxanda nə verir? B1 çıxılsın A1. Bura 2. A1 2'dirsə B, A2 2'dirsə B2 də 2'dir. İndi bizdə 2 verən qiymətlərə baxmalıyıq. B1 çıxılsın D1 bu vermir. C1 slash D1 aha deməli 18-ci sualda C1-i D1-ə böləndə 2 alınır. 2 alınır deyək. Qoymaq olar ora düşsün. Yəni 18-ci sual B variantı doğrudur. Bir göldə bir ədəd su zanbağı var idi. Hər keçən gün su zanbağının sayı 2 dəfə artdı. Okey. 10 gündən sonra gölün üstü zambaqlarla olsa gölün yarısının zanbağı dolması üçün demək bu nə sualdır? 19. sual avtomatik Y variantıdır. Niyə? Hər dəfə 2 misil artır. Deməli 10 gündən sonra 10-cu gün tam dolub 9-cu gün bunun yarısı qədərdir. Çünki 2 dəfə artır, 2də 1 tam qədərdir. Heç nədə yarısı 2də 1. Bu sual niyə lazımdır bilmədik. Nəsə qısası 19-cu sual Y variantı doğru cavabdır. Aha. Deməli qəbulda bu cür sual gözlənilir. Bu arada dedim qiymətini onluq sayı sistemində hesablayın. Burada nədir? Bərabər kimi gördüm mən hesablayaq. 1, 1, 0, 1, 15 çıxılsın 2'dir. Yəni bu 13 qiyməti verir. İkilikdən 21 durub qırada. Çıxılsın 162 çünki A 10'dur 16 dənə 10 dənə 16 plus 2. Bu bizə verir 34. 34 çıxılsın 162. Bu da bizə verəcək mənfi 128. Yəni 20-ci sualda Y variantı doğru cavabdır. 21-ci sual Salim Kərimli H-ın nəvələrinin sayı. Kərimli H A budur. Kərimli H A budur. Nəvələrinin sayı deməli Kərimli H-nın ID nömrəsi 200-dür. Ümumiyyətlə nəvələrinindir. Bəli. 200 neçədir? 200. 200 valideyninin 200 olduğu yerə baxırıq. Okey. Bunun deməli 2 dənə uşağı var. 205 və 817. 205'in uşaqları 207 və 206'dır. 817'nin uşaqları isə 668'dir. Başqa yoxdur ki, bizdən nəvə deyib 21-ci sualda. Buna görə də 3 nəfər oldu. Kimlər oldu? 1, 2, 3 nəfər bu şəxslər. Ona görə 20 sual. Web səhifədə nömrələnmiş
Yəni bir sıra anlayışı var. Bunu nömrə deməkdən zəhləm gedir mənə, çünki nömrə deyil. Bu sıralanmışdı, nizamlanmışdı. Sərçə məktəb kitabında bu terminlər aşkar səhv ifadə olunur deyə məcbur olunur testlərdə nömrə istifadə etməyə. Sıralanmış, nizamlanmış. Sıralanmış, nizamlanmışdı. Qısası order etdi. Yəni indi məcbur nömrələnmiş də deyirlər. Ona görə 22-ci sualda C-də ordered list. Bu isə unordered listdir. 22-ci sual C variantı. 23-cü suala keçid etdi. 23-cü sual. Alqoritm yerinə yetirilməsi nəticəsində sonra A dəyişən qiyməti A 4 B2-dirsə, deməli 4-ü 2-yə bölüb təzədən 2-yə vuranda edəcək neçə? Bu bizə təzədən 4 verəcək. B-nin qiyməti artıq olacaq 4. A 4-dür, indi hal-hazırda B 4-dür. Bu da edəcək 23-cü sualda deməli diqqətləyək. 20 ədəd olaraq olur. Amma məsələ nədən ibarətdir? Bu həlli yaxşı deyildi bu sualın olmağı. Deməli, mən elə bildim cavabları olacaq sualın. Baxdım gördüm yox, cavabı yoxdur. Çünki açıq sualdır artıq. Deməli, bölmə əməliyyatı ixtiyari halda float tayf verir. Yəni A bölünmüş 2 artıq bizə 2,0 verir. B özü 2-dir vuranda olacaq 4,0. Okey. Qayda belədir ki, hesablama əməliyyatına girənlərdən biri float, qalanları int tipdirsə, yekun nəticə float tipdə olacaq. B artıq 4,0-dır. Bu bizə silib buna 12,0 deyə bilərəm. 2 dənə də A bizə 8 verir. 8 plus 12,0 edəcək 20,0. Yəni bunu int tipində falan yazsaydıq daha yaxşı olardı cavab. İndi 20,0 olaraq kodlaşdırırlar yəqin ki. Məlumdur ki, 120 bayata ötürülüb vaxtın ilk yarısında. Baxaq. Ümumi ötürülmə vaxtını müəyyən edin. Fizikadan ayrı zaman fasilələrində fərqli bərabər sürətdə hərəkətdə ümumi gedilən yol verildiyi düsturat əsasən deməli, ümumi zaman t-dirsə, 2-də bir t müddətində biz getmişik 3 vurulsun 2 üstü 20 bit bölünmüş saniyə. Okey. Bu qədər gedib. Sonra yalan 2-də 1 yarı deyir də. Qalan vaxtda yəni yarısında 2-də 1 t müddətində isə 6 vurulsun 2 üstü 19 bit bölünmüş saniyə sürətlə hərəkət edib və bu da ümumi 120 mobil ə, hərəkət edib deyəndə informasiya ötürüb. Deməli bu ixtisar aparsam, mən bunu ixtisar aparsam bundan bu eləyəcək 19. 3 dənə 2 üstü 19. T-ni mötərizə xaricindən çıxartdım. Bunu da 6 ilə ixtisar aparsam 3. Yenə 3 dənə 2 üstü 19. Bit bölünmüş saniyə vahidini kənara çıxartdım. Bərabər olacaq 120 burasının 223 bit. Vahidləri ixtisar apara bilərik artıq. Bitlər burada getdəcək belə. 223 ilə burada bir əsərlə səmən salaq. Deməli T vurulsun 6 dənə 220 bölünmüş 1 bölünmüş saniyə deyək. Bərabər olacaq 120 vurulsun 223-ə. 220 ilə 223 ixtisara gedir. Burada qalır 8. 6 ilə 120 ixtisara gedir. Qalır burada 20. Deməli, neysə səhv getdik. Neysə səhv getdik. Deməli, belə 220, 20, 20. Bir də da baxaq. Neysə səhv getdik ki, burada bunun bu vaxta kimi bir dəfə yazmışdım deyə. Nəsə elə bir ki, səhv gedirmiş kimi oldu. Təzədən baxaq bir dənə. Deməli, 3 vurulsun. Okey. İkisi də eyni bərabər sürətdə deyilmi ki burada? 3 vurulsun 220. Bu da 3 vurulsun 220 bitdi. Yəni qısası sürət bu olub. Okey.
Okey. Sürət bu olub. Yəni obşa sürət bu olub. T vurulsun. Eyni ortaq sürətdir də. Eyni sürətdir. Bu niyə belə yazılır? Sanki nəsə. 3 vurulsun 2 üstü 20 bit bölünmüş saniyə sürətlə hərəkət edib. Bu da 120 dənə 2 üstü 23 bit verir. İndi ixtisar islah aparaq, işlərimizi görək. Deməli, nə edəcəkdir? Bitlər ixtisar aparıldı. Bəyaları 2-də biri nəzərə almamışdıq. Bunda 219, orada da 219, 6 dənə 219, 3 dənə 220 alınırdı. Bəli, nədə? Nəsə beynimiz dayandı. Nəsə bitlə bit getdi. Sonra 3 ilə 120 ixtisar gedəndə realları 6 ilə 120 aparmışdıq. Halbuki o üzə keçir. 3 ilə 120-ni ixtisar edəndə burada 40 qalır. 220 ilə 223 ixtisar gedəndə burada 8 qalır. Saniyə vahidi olaraq keçir. Yəni T bərabər olur. 40 vurulsun 8 saniyə. Bu da verəcək bizə 320 sənə ümidvaram riyazi hesablama səhv eləmədik. Yəni 25-ci sualda 25-ci sual 4-dür bu. 24-cü sualda cavab nə oldu? 320 saniyə. Kağıdım bura 320 saniyə yazdım. Hər səhifəsində 200 simvol olan 15 səhifəli mətn çap etmək üçün saniyədə 5 simvol çap edən matrisi printerdən sonra mətn neçə saniyədə çap olunur? Option ümumi olaraq gəlin belə eləyək. 2000 simvol olan hər səhifəsindən 15 səhifə var və saniyədə 500 simvol çap olunur. Deməli, 500 simvol 60 saniyə vaxt lazım olur. Bu ixtisar getdi. Bundan bu getdi. Burada qaldı 3. Bu da bərabər oldu 60. 25-ci sual 60 adi düsturdur. Yəni fizikada, riyaziyyatdakı düstur kimi tətbiq edilir. 26-cı sual A25 B12-dirsə 3 dənə 12 36 çıxılsın 25. Bu bizə 11 qiymətini verir. 30 okey. A11 bir dənə də baxaq. 36 çıxılsın 25. Bəli 11. A B-dən böyükdürmü? Artıq bu deyil. A B-dən böyük deyil. Çünki 11 12-dən böyük deyil. Ona görə bura girmir. Fırlanır. Bura girəcək. 2 dənə A. A-nın axırıncı qiyməti 11 olub. B-nin də axırıncı qiyməti 12 olub. 2 dənə 11 22 eləyir. Üstünə də 12 gələndə 34 edir. Yəni yekun cavab 34. 60 isə yuxarıdakı sualın cavabı idi. Siz heç vaxt bu sualın həllini burada eləməyin. Ya orada cavab kartını səhv köçürürsünüz. Bizə fikir verməyin. Bizim xətamız burada başlana bilərdi. Deməli, A proqramın uyğunluğu müəyyəndir. Okey. A37 B25 olarsa, bunu bir də buradan ayıraq. A37 B25 olarsa, A37 B25. Print A bir dəfə 37 çıxacaq. Yəni bunun üçün bir dəfə 37 çıxacaq. Sonra B kiçikdirsə A-dan ki bu şərt ödəyir. Bu ödəyirsə bu da ödəyir. B minus A-nı çıxardı. Bir dəfə də mənfi 12 çıxardacaq. Yəni bu aiddir birinciyə. Yəni 1-ə aiddir A. Yəni necə deyək? 1-ə orada qeyd edək. Burada 1-ə A aid olur. 2-yə 19 19. Bu da ödəməyəcək, bu da ödəməyəcək. 2 dənə B, yəni 19. Burası 38 plus 3 41. Bir dəfə 41 çıxardacaq. Yəni həmin şey burada ikincidə bura 41 çıxardacaq. Gəlin ayıraq. Burada isə yəni ödəməyəcək 2 dənə 19 burada ikincidə 38 çıxardacaq. 41 38 ikinciyə aiddir. İkinciyə ona görə deyəcək B. Üçüncüyə gələndə isə 22 44 AB-dən böyükdürmü? Xeyr. 2 dənə B 88 plus 3 91 edir. Yəni bir dəfə üçüncünü necə qeyd edə bura? 3 deyək. Üçüncüdə bura nə edəcək? Gəlin baxaq. Dedik ki 2 dənə 44 plus 3 bu bizə 91 verir.
Sonra burada isə hə, 2 dənə 44-ün hasili 2 vurasın 44 88 edir. 88 deməli 3-də də y olur. Qısası 1A, 2B, 3Y cavabları doğru cavablar olmuş olur. 28-ci sual. Sədədətdən ən böyük ən kiçiyin fərqini çıxışa verən alqoritma bloksan. Deməli, eyni sayda ədəd bilmirik. Eni verdim girişə. Ən böyük və ən kiçiyini tapmaqdan ötürü bunlardan birini girişə verəcəm və o girişə verdiyimi mən deməli max olaraq qəbul edəcəm. Ə, ə, mx max deyək, a-da saxlayacağam. Mi isə minimumu deyək. Belə deyək. Davam etsək daha sonra aşağıda şəraitimiz var. Deməli, deməli belə. Ədədlərdən birini artıq daxillədiyimə görə ikincidən başlayacağım. Ta ki eninciyə kimi. Eninciyə kimi necə deyəcəm? I n-dən kiçik bərabər olduğu müddətcə hər dəfə müddətcə sözünü ifadə eləyək. I məmsət I plus 1 hər dəfə nə edəcək? Yenisini girişə verəcək A. Əgər daxil etdiyim A bu vaxta kimi max qəbul etdiyimdən, yəni mıxıdan daha böyük olsa, o zaman deyəcəyik ki, mıxıya mənimsət anı. Əksi halda o deməkdir bu minimumdan kiçikdir. Əksi halda mən yoxlamalıyam ki, bu maksdan böyükdürsə ən böyük deyil. Birdən minimumdan kiçik olar bu. Hə, buna hədisə o zaman minimum dəyişib bu A-nın qiymətini özündə saxlayacaq. Ödəməsə isə görəcək xüsusi bir iş yoxdur. If elif strukturudur. Bunu bura caladıq. Daha sonra isə buradan səliqəli keçdik. Baxaq növbəti həddlərə doğru. Buradan çıxanda isə nə ilə neyin fərqini deyib bizə diqqətləyək. Ən böyük ilə ən kiçiyinin fərqini, ən böyük ilə ən kiçiyinin fərqini deyib. Mıxı çıxılsın mi. Bunu bir dənə fərqdə saxlayıram. Buna bir dənə fərq deyirəm. Sonra isə fərqi çıxışa verirəm. Okey. Aha. Deməli fərqi çıxışa verirəm. Davam edək. Belə sonra 29 daxil edilən ədəddən sonra gələn ilk 5-ə bölünən ədəd. Okey. Bunun xətti budaqlanan dövrü necə istəyirsiniz yazmaq olar. Daxil edilən ədəddən deməli int input sonrakı 5-ə bölünən ədədi tapmaqdan ötürü bu ədədin üzərinə nə gəlmək lazımdır? Bu ədədi 5-ə tamamlayan bir şey. Yəni deyəcəm ki, 5-dən çıxarsan, bu ədədin 5-ə bölünməsindən alınan qalığı neçə etsə üstünə gələsən bu ədədin üzərinə. Bu zaman yəni tamamlayacağım. Məsələn 13 olsa bu ədəd 13-ü 5-ə böləndə alınan qalıq 3. 5 çıxılsın 3 eləyir 2. 13 üstə 2 gəldim oldu 15. Gəlin baxaq. Həqiqətən 13. Bir dənə də 5-ə bölünən ədəd qoyaq. 5, 10. Okeydir. Deməli bunun cavabı bu. Uşaqlar demiş deyəsən bu dövrü verilib. Daxil ediləcək iki ədədin hər biri sadə ədəddirsə. Yes. Deyilsən o çap edən proqram badında yazın. Ədədlərin sadə olub olmadan funksiya biz hər dəfə yazırıq. Sadədirmi? Bunun içinə gələn x-in sadəliyini yoxlamaq üçün əgər o x 1-ə bərabərdirsə return etsin false. Niyə görə 1-i yoxlayırıq? Çünki əgər 1-i burada yoxlamasaydıq, girişə verilən ədəd 1 olsaydı, o zaman bu şərtin içindən o çıxacaqdı. Bu şərtin içindən çıxacaqdı və avtomatik olaraq bunu dünən də seçmişdik. Gəlib buradakı return true dəyərinə düşəcəkdi. Mən isə burada nə deyəcəm? Deyirəm ki, əgər x b-yə bölünsə ən azı bircə dəfə 2-dən yarısına kimi yarısı daxil olan bir interval deyə, parça deyə, o zaman deməli bunun 1 və özündən başqa böləni var. Ona görə bu sadə ola bilməz. Bizə də deyib ki,
2 dənə ədəd daxilləyəsən. Getdi 2 dənə ədəd daxilləməyə. Bu ədədlərdən biri A olsun. Digər bir ədəd isə olsun B. Okey. Deyəcəm ki, əgər A bərabər, yox, nəsə, sadə dilimini çağırıb içinə A göndərəndə geriyə true qayıdırsa və eyni zamanda, yəni bu A sadədirsə və eyni zamanda sadə dilimini çağırıb yerinə B göndərəndə true qayıdırsa, bu o deməkdir ki, bu ədədlərin hər ikisi sadədir. True, and və eyni zamandadır. Buna yes cavabı veririk. Əksi halda isə print no cavabı veririk. Ümidvaram bir sıkıntı yaşamadıq. Nəzərə almanızı istərdim ki, 1014 saatdan çox dərs keçmişəm. Ümidvaram bu video sizə xeyir olacaq. Biraz sürətli danışdım, çünki artıq enerjim bitmək üzrə idi. Videoları bəyənməyi unutmayın, kanala abunə olmağı unutmayın. Hər ehtimala yoxlayaq bu sualı. Deməli, nə yoxlayaq? Tutaq ki, deyirəm 5 və 13 yes verdi. Okey, 1 və 13 no verdi. Belə. İndi isə sağ olun, salamat qalın, özünüzdən müğayət olun. Növbəti videolarda görüşənə dək.